Cənub yarımkürəsində yay ayları. Cənub yarımkürəsində yay ayları ümumiyyətlə Günəş Cənub yarımkürəsində hansı tarixdə olur? Hansı tarixlərdə Günəş Cənub yarımkürəsində olur? Başlayır 23 sentyabrdan gəlir olur 22 dekabr. Sonra da 21 mart. Bu tarixlərdə Günəş cənubda olur. Günəş cənubda olur və yay ayları da bizim əksimiz olaraq dekabr, yanvar, fevral aylarıdır. Dekabr, yanvar, bir də fevral. 1, 2, 3. Yerin orbit müstəvisinin meyilli bucağının dəyişməsi nəticəsində 20 cənub edilən Günəş şüanının minimum düşmə bucağı 40 dərəcə. Deməli, meyilli bucağı dəyişir. 66.5-dir. Normal, amma dəyişir. 20 cənub dairəsinə verilən məntəqənin coğrafi enliyi bərabərdir 20 cənub dairəsi. Verilənə yazmaq mütləqdir birincidə, məsələndə. Və pillə-pillə getməliyik, ardıcıl şəkildə. Günəş şüanının minimum düşmə bucağı 40 dərəcə. Günəşin düşmə bucağı minimum 40 dərəcə olarsa, ya bunu həll edək hələ. Deməli, düsturumuzu yazaq. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi plus minus Günəşin zenitdə olduğu məntəqə. Günəşin düşmə bucağı verilib 40 dərəcə bərabərdir 90 çıxılsın verilən məntəqə 20 cənub dairəsi. Minimum deyir. Minimum deyirsə, deməli, Günəş fərqli yarımkürədə olmalıdır. Fərqli yarımkürədədirsə, Günəşin zenitdə olduğu məntəqə olacaq şimal. Məntəqə çünki 20 cənub. Fərqli yarımkürə olduğu üçün də toplayırıq. 20 cənub dairəsi plus Günəşin zenitdə olduğu məntəqə, əlbəttə şimal, bərabər 90-dan 40 çıxırıq 50. Günəşin zenitdə olduğu məntəqə bərabərdir 50-dən də çıxırıq 20-ni bərabərdir 30. 30 şimal dairəsi. Deməli, bizim tropiklərimiz Günəşin zenitdə olduğu məntəqə 30 şimal və yaxud da cənub dairəsi. Yəni, tropiklər 30-dan keçir. Keçək digərlərinə. Bunu tapdıq. Məsələnin birinci hissəsini tapdıq və Günəşin zenitdə olduğu məntəqə, yəni tropiklər 30-dan keçir. 30 dərəcədən. Deməli, qütb dairələri isə qütb dairələri 90 çıxılsın 30 bərabərdir 60 dərəcədən çıxır. 60 dərəcədən keçir. Niyə 30 çıxdıq? Qütb dairələrini tapmaq üçün, qütb dairələrinin dərəcəsini tapmaq üçün 90-dan tropikləri çıxırıq. Meyilliyi çıxırıq. Deməli, meyilliyi çıxanda 90 çıxılsın, meyilliyi bərabərdir 30. Buradan da meyilliyi tapmaq üçün 90-dan 30 çıxırıq. 90 çıxılsın 30. Bərabərdir 60. Yəni, buradan aldıq biz 60-ı. İndi nə deyir? Bura kim tapır? Şimal qütb dairəsi 60-dan keçdi. Şimal dairəsi. Cənub tropiki 30 cənub dairəsi. Ən qısa məsafə 1/15 milyon miqyas xətt neçə santimetr olar? Gəlin, keçək məsələnin ikinci hissəsinə. Deməli, miqyasla 1 santimetr, yazaq miqyasla görə nə var, nəyi yazmalıyıq? Miqyas, xəritədəki məsafə, həqiqi məsafə. Miqyasımız məlum. 1/15 milyon. 3, 1, 2, 3. Bunu kilometr çevir, 100 minə bölək. 5 dənə 0 silirik, qalır 150 kilometr. İndi burada bizim
Həqiqi məsafəmizi tapaq. Həqiqi məsafəni tapmaq üçün biz bilirik meridian üzrə gedirik və meridian üzrə gedəndə bizim, deməli, meridian üzrə gedirik bunlar arasında. Meridian üzrə gedəndə meridianın 1 dərəcə qövs uzunluğu verilib. 1 dərəcə 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə. Gedilən dərəcəyə baxaq. Biri 60 şimal endarəsi, biri 30 cənub endarəsi. Fərqli yarımkürədir. Ona görə toplayırıq. Deməli, gedilən dərəcə biri 60 şimal, 30 cənub. Ona görə toplayırıq. O da necə? 90 dərəcə. Tapdıq. Yerinə qoyaq. 1 dərəcə 111 kilometr, 90 dərəcə həqiqi məsafə. Buradan da həqiqi məsafəni tapsaq, deməli, həqiqi məsafə bərabərdir 90 vurulsun 111. Həqiqi məsafə də bərabərdir 9990 kilometr. Tapdıq. Gələk aşağıda bunu yerinə qoyaq burada və hesablayaq. 1 santimetrdə 15 kilometr. Xəttə məsafə bərabər xətt həqiqi məsafə 9990. Buradan da xəttə məsafə vurulsun 15 kilometr. Daha doğrusu 150. Üzr istəyirəm. 150 kilometr. 9990. Xəttə məsafə də bərabərdir 9990 bölünsün, deməli, 150. Deməli, xəritədəki məsafə bərabərdir 9990 bölünsün 150. 66,6 santimetr. Keçək növbəti. Uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. 3 dənə məntəqə verilib. 3 dənə məntəqənin və düşmə bucaqlarını tapın deyir. Və məntəqələr də verilib. Pekin verilib. Pekin şəhərinə hər 3 tarixdə düşmə bucağını tapın. Deməli, Pekin 40 şimal endarəsi. 40 şimal endarəsi. Bu, verilən məntəqənin coğrafi enliyi. Şimdi gəlin hər 3 tarixdə tapaq. Birinci 0 dərəcə, yəni ekvatordur. Ekvatorda olanda günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi bərabər, o da 40-dır. Qoyuruq yerinə 50 dərəcə. Yəni 0-da, burada 50 dərəcə. Keçək birinci digərlərinə. Deməli, günəşin zenitdə olduğu məntəqə bu ekvator üçündür. İndi isə digərlərini. Günəş zenitdə olduğu məntəqə 23,5 cənub endarəsi, 23,5 şimal endarəsi. Bunlar üçün tapaq. Günəşin düşmə bucağı. Üstümüzə yazaq 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Bu baş hərflərdir. Hədəf yazdım. Verilən məntəqənin coğrafi enliyi günəşin zenitdə olduğu məntəqə. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Verilən məntəqə 40 şimal, yəni 23,5 cənub. 23,5 cənub endarəsi. Fərqli olduğu üçün toplayırıq. 90 çıxılsın 63,5 və bərabərdir 26,5. Deməli, 23 cənub endarəsində 26,5 dərəcə. Şimdi keçir digərinə. Şimalda olanı tapaq. Üstümüzü. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Yazaq, günəşin düşmə bucağı bərabər 90 çıxılsın. Verilən məntəqə 40 şimal endarəsi. İndi isə 23,5 şimal endarəsi. Eyni olduğu üçün çıxırıq. 90 çıxılsın 40-dan 23,5 çıxanda 16,5 73,5 dərəcə. Bu da eləcə 73,5. Mars planetinə aid olan fikirlər. Mars, Merkur verən yer, Merkur verən yer, Mars. Daxili planetlər sırasında daxildir, 4-cü yerdədir. Gəlin baxaq. Yupiter orbitlər arasındadır, yanlışdır. Deməli,
Merkur, Venüs, Yer, Mars, Yupiter, Saturn. Doğru. Bir doğru. 84 yer ilə Günəş ətrafında 84 yer ilə Günəş ətrafında dövr edir. Daxili planetlər qrupuna daxildir. Günəşdən uzaqlanan görə 4-cü planetdir. Qaz tərkiblidir. Əksinə, bərk tərkibli daxili planetlər bərk tərkiblidir. Öz ox ətrafında ən böyük sürətlə öz ox bu da yanlışdır. 84 işığı bu da yanlışdır. Cavab 1, 3, 4. Ştrixlənmiş ərazilərlə verilmiş əlamətlər arasında uyğunluğu müəyyən edin. Ştrixlənmiş ərazilər 1, 2 və 3 və baxırıq birinci məntəqəyə. Birinci məntəqə 1, 2, 3. Birinci baxaq gör nə yaza bilirik. Birinci məntəqə deməli baxaq ki, hansı yarımkürədir. Yuxarı doğru getdikcə azala gedir. Deməli cənubdur. 50, 40, 30 və ekvatora doğru. Sonra meridianların dərəcəsinə baxaq. Sağa doğru getdikcə azalır. Deməli, cənub-qərbdir. İkinci məntəqəyə baxaq. Yenə yuxarı doğru getdikcə 10 arta gedir. Arta gedirsə şimaldır. Sonra sağa doğru getdikcə arta gedir, şərqdir. 180-ə kimi. Sonra burada yuxarı doğru getdikcə azalaca gedir, cənubdur. Sağa doğru getdikcə artır, şərqdir. Deməli, bunların dərəcələri də meridian dərəcələri arasında dərəcə fərqi 15, 15, 15 doğrudur, meridian dərəcələri. İndi paralellərə baxaq. Paralellərdə də 10-dur, amma baxacaq ki, bunlar eyni paralellər deyil, fərqli uzunluqlardır. Uzunluqları eynidir, eyni uzunluqdur, eyni kilometr, eyniləri isə fərqlidir. Günəş il ərzində 2 dəfə zenitdə olur. Yəni 2 dəfə zenitdə olmaq üçün 20-5-lər arasında olmalıdır. İkinci məntəqə. Deməli 1, 2, 3. 2-yə A. Cənub-şərq yarımkürəsinin. Cənub-şərq. 3-ə B. Fəsillər daha aydınmış. Orta enliklərdə daha çox müşahidə olunur. Birinci məntəqə. Azərbaycan Respublikası yerləri Azərbaycan 40-cıdır və burada da 41-ci məntəqədədir. Yox. Uzunluq məsələsi var. Azərbaycan Respublikası yerləşir. Yox. 40-cı meridiandadır, amma 40-cı paraleldə, amma meridian uyğun gəlmir. Yox. Səhvdir. Uzunluq uyğun gəlmir. Ona görə götürmürük. Heç birinə aiddir. Qütb gecə gündüzləri baş verir. Qütb gecə gündüzü 66.5-dən yuxarıda başlayır. Bu da 3-cü məntəqədir. Y. Deməli 1 C, 2 A, 3 B, Y. Heç birinə aid deyil. Məkkə şəhəri 21 şimal əyində arasında, Ankara şəhəri 40 şimal əyində yerləşir. Bu şəhərlər arasında günəş üçün maksimum düşmən uzaqlığı fərqinin neçə dərəcə olduğunu müəyyən edin. Bunların bir başqa formaları da var. Başqa formada tapmaq olar. Bunların dərəcə fərqlərini tapaq, sonra maksimum düşmən uzaqlığını tapsaq, bu da doğrudur. Yanlış deyil. Məsələn, deyək ki, Məkkə 21 şimal əyində arası. Sonra Ankara 40 şimal əyində arası. Deməli, bunlar arasında dərəcə fərqini tapsaq, verilən deməli dərəcə fərqini tapaq, sonra taparıq. Deməli, biri 40 şimal, 21 şimal. Eyni yarımkürəsini çıxırıq. Bu bərabərdir 19 dərəcə. İndi bunların maksimum deyir ki, maksimum deyirsə, deməli, günəşin zenitdə olduğu məntəqə ilə bunlar eyni olmalıdır. Günəşin zenitdə olduğu məntəqə bunlar eyni olmaq üçün günəş şimal tropikində zenitdə olmalı. 20-5. Gəlin düsturumuzu yazaq. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə bərabərdir 90 çıxılsın verilən məntəqə. Bunlar arasında dərəcə fərqi 19. Deməli, bu da 23.5 şimal. Maksimum deyirsə, eyni yarımkürədə olmalıdır.
20 yarımkürədə olanda 19 çıxılsın qoyuruq. Şimal 19 çıxılsın. Ona görə bunların yerini dəyişirik. Mənfi olmasın. 23-dən 23 onda 5 çıxılsın 19 bərabərdir. 90 çıxılsın 23 onda 5-dən 4 tam onda 5 bərabərdir. 80 deməli 85 onda 5 dərəcə. Bunlar arasında düşmə fərqi 85 tam onda 5 dərəcə olacaq. Maksimumdan gedir söhbət. Maksimum düşmə bucaqları deməli 85 tam onda 5 dərəcə olacaq. Sonra keçək növbəti. Tropik iqlimə qurşağının cənub sərhəddi ilə şimal qütb dairəsi arasında ən qısa məsafə 30 mil miqyas xətt neçə santimetr olar? Deməli, gəlin baxaq. Tropik iqlimə qurşağının cənub sərhəddi. Tropik iqlimə qurşağının cənub sərhəddi 23.5 cənub endarəsidir. Şimal sərhəddi 23.5 şimal endarəsidir. Cənub sərhəddi ilə şimal qütb dairəsi arasında. Şimal qütb dairəsi olacaq deməli 66.5 şimal endarəsi. Dairəsi arasında burada ən qısa məsafə neçə santimetrdir? 1 santimetrdə miqyas görək nə çatmır. Xəritə məsafə, həqiqi məsafə. Miqyasımız məlum. 1 bölünsün 30 milyon. Bölək 100 min. 5 0 silirik. 3, 5. Qalır 300 kilometr. Burada biz həqiqi məsafəni tapmalıyıq. Və bilirik meridian üzrə gedir. Meridian üzrə gedəndə biz həqiqi məsafəni tapsaq 1 dərəcəlik 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə. Gedilən dərəcəni tapaq. Gedilən dərəcə biri 66.5 şimaldır. Biri 23.5 cənubdur. Fərqli olduğu üçün toplayırıq. Bu da bərabərdir 90 dərəcə. 1 dərəcə 111 kilometr. 90 dərəcə həqiqi məsafə. Buradan həqiqi məsafə bərabər 90 vurulsun 111-ə. Həqiqi məsafə də bərabər 9990 kilometr. Həqiqi məsafəni tapdıq. Gətirək yerinə qoyaq. Digərini hesablayaq. Deməli, 1 santimetrdə miqyas 300 kilometr. Xəritə məsafə bərabər 9990 kilometr. Buradan da 300 kilometr vurulsun 2. Xəritə məsafə bərabərdir 9990. Xəritə məsafə də bərabərdir. Deməli, 9990 bölünsün 300. Xəritə məsafə də bərabərdir 33,3 santimetr. Keçək növbəti. Qrafikdə K, L, M məntəqələri üçün il ərzində gündüz uzunluqları verilmişdir. K, L, M. Bu məsələn məntəqələr üçün aşağıda verilmiş fikirlərin hansı doğru olduğunu müəyyən edin. K, L, M, bir də N. Birinci K-ya baxaq. K-ya baxdıq ki, 22 iyunda gündüz uzunluğu bu 12 saatdan çoxdur. 12 saata bərabər deyildi. 12 saatdan çoxdur. K deməli şimaldadır və 22 iyunda gündüz uzunluğu daha çoxdur. K şimaldadır. Şimalda. Sonra L-ə baxaq. L 12 saata yaxındır. Yəni 12-dən də yüksəkdir, 12-dən də aşağıdır. Bu həm deyək ki, 22 iyunda 12-dən biraz yuxarı kimi görünür, 12-yə bərabərdir. 22 dekabrə aşağıdır. Ekvatora yaxındır. Şimalda deyə bilərik, ekvatoru daha yaxındır deyək. Ekvatoru daha yaxındır. 12-yə yaxındır çünki. Yaxın. Sonra
M-ə baxaq. M-də 22-nin də gündüz uzunluğu daha azdır. Deməli, cənubdadır. N isə 22-nin də ümumiyyətlə qütb gecəsidir. Qütb gecəsi isə 22 iyun tarixində. Deməli, N məntəqə yerləşir 66.5 cənub enlər. Cənub qütb dairəsində. Deməli, ekvatora ən yaxın bu oldu. M məntəqəsi cənubdadır, şimaldadır, burada. L məntəqə digər məntəqə ekvatorun daha uzaqdır. L. Əksinə ekvator daha yaxındır. Bir səhv, doğrular. N məntəqə cənub qütb dairəsi üzərində yerləşir. N. Bəli, bu doğrudur. K-N məntəqələri digər məntəqələrə görə bir-birinə daha yaxındır. Əksinə daha uzaqdır. M məntəqə şimal yarımkürəsində yerləşir. Yanlışdır. Çünki 22-də gündüz uzunluğu daha çox, daha azdır. K məntəqəsi L məntəqəsi daha şimalda yerləşir. K məntəqəsi L məntəqəsindən daha şimalda. Bu da doğrudur. Deməli, 2 variant doğru oldu. 2, 5. Sxema əsasında göstərilən ərazilər üçün verilmiş ümumi olmayan fikirlər. Ümumi olmayan fikirlər. 1, bu da 2. Həqiqi sahələri bərabərdir. Həqiqi sahələri bərabər olmaz. Çünki n də uzunluq da eyni olmalı. Bunlar düzbucaqlı və yaxud da kvadrat deyə bilərik. N uzunluq. Bunların uzunluqları eynidir. Dərəcə fərqlərinə baxsaq 20 ilə 0-dır. 20 dərəcə. Burada da 20 ilə 0, 20. Amma uzunluqları isə paralellərin üzərindədir və paralellərə baxsaq görərik ki, yenə biri 0-ın üzərində, biri 20-nin üzərindədir. Deməli, bunların paralelləri də dərəcə fərqləri 20 dərəcə, burada da 20 dərəcə və eyni paralel üzərindədirlər. Biri 0-da, biri 20-də. Deməli, budur. Həqiqi məsafələr. Doğru olmayan deyir. Doğru olmayan deyirsə, ümumiyyətlə həqiqiləri tapaq, sonra seçərik. Cənub tropiki ilə ekvator arasında yerləşir. Cənub tropiki ekvator arasında yerləşir. Bu ümumi olandır. Bu ümumi olmayandır. Birinci məntəqə yerləşir. Qərb yarımkürəsində yerləşir. Qərb yarımkürəsində bu birinci məntəqədir. Sıfırdan soldadır. Fikir versəz görərsiniz. Deməli, bu da ümumi deyil. Sonra hər ikisində günəş ildə 2 dəfə zənitdə olur. Tropiklər arasında yerləşir. İkisi də 20 dərəcə paraleldir. Ümumidir. Cənub qütb dairəsində şimalda yerləşir. Cənub qütb dairəsində şimalda, hər ikisi cənub qütb dairəsində şimalda yerləşir. Ümumi olan cavabdır. Deməli, ümumi olmayan 2 ilə 3-dür. Qalan hər ikisinin, hər bir də 4 də 5 də ümumidir. 2, 3. 22-nin cənub yarımkürəsi günorta vaxt uzunluğunun dirəyə öz uzunluğuna bərabər coğrafiyinin dərəcə qiymətini hesablayır. 22 gün deyən kimi günəşin zenitdə olduğu məntəqə 23,5 şimal endarəsi. Şimal tropiki. Şimal tropiki. Deyir, cənub yarımkürəsi günorta vaxt şaquli basdırılmış dirəyin kölgəsinin uzunluğunun dirəyin öz uzunluğuna. Yəni, dirəyin uzunluğu kölgəyə nə zaman bərabər olur? Günəşin düşmə bucağı bərabərdir 45 dərəcə olanda. Gəlin tapaq. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Günəşin düşmə bucağı 45 dərəcə bərabər 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi bilmirik. Plus minus 23,5 şimal endarəsi. Verilən məntəqənin coğrafi enliyi plus minus 23,5 şimal endarəsi 90-dan 45 çıxanda 45 dərəcə. İndi burada nə deyir? Cənub yarımkürəsində 22 gündə cənub yarımkürəsində verilən məntəqənin coğrafi enliyi, cənub enliyi, ona görə bu da şimalda toplayırıq. 23,5 şimal endarəsi bərabərdir 45. Verilən məntəqənin coğrafi enliyi bərabərdir 45 çıxılsın 23,5 bərabərdir. Deməli, 20,5. Deməli, verilən məntəqənin dərəcə qiyməti
20,5 cənub endarəsi. Verilən məntəqə coğrafi enliyi. Yer kürəsi onun üstə 70 dərəcə meyilli olsa idi, elə, biz bilirik 66,5-dir. Və dedik ki, 70 dərəcə. 70 dərəcə olanda, meyillik 70 dərəcə olanda qütb dairələri 70-dən keçir. Tropiklər 90-70 bərabər 20 dərəcə. Tropiklər keçir 20 dərəcədən. Tropik iqlimə quşan şimal-cənub sərhədləri. Tropiklər keçir 20 şimal, 20 cənub. Deməli, tropik iqlimə quşan şimal-cənub sərhəd ən qısa məsafə miqyas 1 santimetrdə. Miqyas 1/5 milyon bölü 100 milyon. 3, 5, 50 kilometr. Deməli, miqyas, xəritə məsafə, həqiqi məsafə. Burada həqiqi məsafəni tapaq. Bunlar arasında, deməli, meridiandan gedirik. Bunların meridianla gedin tapasaq. Miqyas sildim. 1/5 silmişdik. 50 kilometr. Niyə 1 kilometr 100 min santimetrdir? Deməli, 1 dərəcə 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə. Buradan biz gedilən dərəcəni baxsaq. Gedilən dərəcə bərabər 20 cənub, 20 şimal. Fərqli olduğunu toplayırıq. Olacaq 40 dərəcə. Gətirək qoyaq yerinə yazaq. 1 dərəcə 111, deməli 40 dərəcə həqiqi məsafə. Buradan da həqiqi məsafə bərabərdir 40 olsun 111. Həqiqi məsafə bərabər 4440 kilometr. Gətirək yerinə qoyaq yazaq. Deməli, burada 1 santimetrdə 1 santimetrdə miqyas 50 kilometr. Xəritdəki məsafə, həqiqi məsafə də 4440 kilometr. Buradan da xəritdəki məsafə vurulsun 50 bərabər 4440 vurulsun 1. Xəritdəki məsafə də bərabərdir. Deməli, 4440 bölünsün 50. Xəritdəki məsafə də bərabərdir 88,8 santimetr.